ağrı qaçınılmazdır. Amma əzab çəkmək insanın öz seçimidir. Haruki Murakami. Yuxu və reallıq arasındakı melanxoliya. Əziz sözsevərlər, gəlin bir anlıq gündəlik həyatın küyündən uzaqlaşıb, şərqin o sihirli və hüzünlü dünyasına Haruki Murakami'nin nəfəsinə qulaq asaq. Murakami oxumaq gecə yarısı boş bir metroda tənha səyahət etmək və uzaqdan gələn zəif bir saksafon sədasına dalmaq kimidir. O deyirdi, ağrı qaçınılmazdır, amma əzab çəkmək insanın öz seçimidir. Bu fikir insanın həyat hadisələrinə verdiyi mənəvi reaksiyanın ən dərin fəlsəfi ifadəsidir. Onun yaradıcılığında reallıqla yuxu elə bir vəhdətdədir ki, oxucu hansı dünyada olduğunu unudur. Norveç meşəsi və ya sahildə Kafka əsərlərində o modern insanın tənhalığını, itirilmiş eşqləri və tapılmayan mənlikləri təsvir edir. Murakami'nin dili sanki axar bir suyun ahəngidir. O frazoloji birləşmələri Yapon incəliyi ilə qərb modernizminin içində əridir. Hər kəsin öz gizli dünyası var. Ora heç kəsi buraxmazlar deyən müəllif bizə daxili məhrəmiyyətimizin müqəddəsliyini xatırladır. Onun əsərlərindəki pişiklər, quyular, musiqi valları hamısı birər simvoldur. Murakami bizə sübut etdi ki, həyatın mənasını böyük inqilablarda deyil, bir fincan qəhvənin ətri və ya yağışın pəncərəyə vuran sədası kimi kiçik anlarda axtarmalıyıq. O bizi öz daxili boşluğumuzla barışmağa və həmin boşluğu incəsənətlə doldurmağa səsləyir.